Elçin bəy, baxın, Azərbaycan ruhanilik bir qədər insanın təfəkküründə, təsəvvüründə nədir? Bir qədər humanizm, mülayimlik, insanın ruhsal dünyasına belə yumşaq keçid. Bu qədər aqressiya ilə müsəlmanlıq tutmur. Yəni bizim beynimizdəki həmin o hüceyrələr birləşmir. Yəni orada bir qırıqlıq var. O algıda bir problem var. Bəlkə ona görə də Azərbaycanda bir çox insanın, məsələn, onlardan, o cəmiyyətdən uzaqlaşmaları, məsələn, valideynləri ilə bilirəm ki, münasibətləri kifayət qədər kəskindir. Çünki heç bir duyğusal, emosional bir boyutu qəbul etmirlər. Məsələn, ölülərini ağlamırlar, salavatı qadağan eləyirlər, nə bilim, Ər-Rəhman olmaz, Fatihə oxumaq olmaz, gülmək olmaz, musiqi olmaz, nə bilim, biraz da zarafata çəkim, xala qızına mesaj yazmaq olmaz. Yəni, bilirsiniz, olmazlarla, yəni sanki bu dünyada deyil, o dünya, hər kəs bilir ki, o dünya var. Yəni, İslama gələn, İslamın şərtlərindən biri də o dünyanı qəbul etmək. O dünyanı qəbul eləməyən özünü müsəlman adlandıra bilməz. Bunu hər kəs bilir. Amma bu dünyada üzərinə insanın bir missiya qoyulmayıbmı? Yəni, bu dünyada təbii ki, insan həmişə deyir ki, axırımız, axirətimiz xeyir olsun. Bu dünyada xeyir əməlləri, rəhməti insan ona görə yığır ki, umur ki, cənnətə düşsün. Pis əməllərdən niyə uzaq olur? Amma bu qədər aqressiya, bu qədər belə radikal meyilləri püskürərək ifadə etmək, bu mənə elə gəlir ki, bir qədər ruhaniyyət düşüncəsi ilə bizim algımızla uyğun gəlmir. Siz nə düşünürsünüz? Mən bu barədə dünyanın müxtəlif ölkələrində, müxtəlif din xadimlərindən saatlarla mübahisələr aparmışam, müzakirələr aparmışam, amma çox xoş şəkildə. Tanınmış ad çəkmək istəmirəm, çünki mən teoloq deyiləm, dinşünas deyiləm, din alimi də deyiləm, tövbə, haşa. Mən adi bir insanım. Fəqət Sələfiyyun haqqında ümid edirəm ki, Sələfilərin özləri də onun nüfuzunu danmazlar. Məşhur İslam alimi Əli Əbd Ər-Rəzzaq, ona Ər-Razik də deyirlər. 1925-ci ildə hələ yazmışdı. Mən bunu ərəbcədən oxumuram. Amma icazənizlə onun yazdığını ərəbcə oxuyaraq Azərbaycanca sizə deyim, tərcümə edeyim. Sələfilər İslamı yalnız və yalnız qadağalar və küfürdə, ittihamlar çərçivəsində görürlər. Onların İslamı qorxu və dağıntıdır. Nur və Allahın rəhmi deyil. Bunu yazan, bir daha təkrarlayayım, Əli Əbd Ər-Razikdir. 25-ci ildə yazıb bunu. Və kitabın da adını, çünki məndən mənbə istəyəcəklər bilirəm, mənbəni deyirəm. Əli Əbd Raziqin Əl-İslam və Üsul Əl-Hükm kitabıdır. Bu, maraqlananlar oxuya bilərlər. Azərbaycana gəldikdə, mən yenə deyirəm, mən uzun danışa bilərəm İslamdan da, ərəb dilində bilir, vaqifəm, Quranı da bilirəm. Amma dinşünas olmadığım ki, hər öz işinlə məşğul olmalıdır. Məsələ nədən ibarətdir? Və Allah qəni-qəni rəhmət eləsin, görünürlə də olsun. Rəhmətli Hacı Şahinin bir sözü vardı ki, biz təhlükəni olduğu kimi dəyərləndirmirik. Allah rəhmət eləsin. Allah, onun yeri inşallah cənnətdir. İnşallah. Azərbaycandakı bu sələfilərin böyük hissəsi zərərsiz insanlar. Ticarətlə məşğul olurlar, ibadətlərini, Allah ibadətlərini kamil eləsin. İnşallah onlara irşad və hidayət versin, təqvalı insanlardır. Amma bir qismi çox radikal, savadsız, cahil, xaricdən gəlmiş zərərli kitablarla beyinləri zəhərlənmiş adamlardılar. Azərbaycan əyalətlərində bu bəla xüsusilə ciddidir. Azərbaycan rayonlarında məsələn kütləvi şəkildə sələfiləşmə gedir gənclər arasında. Saqqal saxlayırlar, mən də saqqallıyam, amma onlar başqa cür, başqa... Bığlarını qırxırlar, şalvarlarını kəsirlər, bəli, saqqalı belə nəzarətsiz buraxırlar. Bəli, Sələfiyyun, mən bir kəlmə deyim ki, Azərbaycan üçün bu dəqiqə təhlükədir. Yenə deyirəm, sələflər arasında təqvalı, abırlı, əxlaqlı, himmətli insanlar var, yox deyirlər. Amma onların arasında dözülməzlik, Azərbaycanda pirləri, ibadət yerlərini, məscidləri hədəfə alan, dini ayinləri yerinə yetirməyən insanları müşrik yolunu azmış salan, özlərinə xavaric deyən
və yaxud da əhli İslam deyən və hələ də 670-ci ilin qaydaları ilə yaşamaq istəyən şəxslərdir. Bu şəxslər üçün Azərbaycan iki yerə bölünüb və bütün dünya da iki cəbhəyə bölünüb. Biri Darül Hərbdir, hansı ki orada siz, mən və digər ayini icra etməyənlər yaşayırlar. Bizim qanımızda onlara halalmış, ha? Halaldır, bəli. Digər tərəf isə Darül Səlamdır. Darül İslam da deyilir. Darül Səlam eyni şeydir, sinonimdir. Məsələ burasındadır ki, mən indi deyim ki, namaz qılma, ürəyin təmiz olsun, bu absurddur. İslamın öz şərtləri var. Amma hər namaz qılan müsəlman deyil. Hər həccə gedən şəfaətli və himmətli insan deyil. Bu belədir. İmam Hüseynin, Allah ona qəni rəhmət edin, əleyhissalamın başını kəsən namaz qılan idi. Namaz qılmaq Allah Teala'ya gərək deyil, bəndiyə gərəkdir. Amma Azərbaycanda yenə deyirəm, din xadimləri savadlarını artırmalıdırlar kütləvi şəkildə. Onlar üçün xüsusi kurslar, psixoloji treninqlər olmalıdır. Onlara psixoloqlar, seminarlar keçməlidir. Onlara sadəcə və sadəcə dini dərslər yox, psixoloji dərslər, tarix dərsləri keçilməlidir. Onlara başa salınmalıdır bir çox mətləblər, diskusiya, ritorika məharəti onlara başa salınmalıdır. Gecikməmişik, Elçin bəy. Çoxdular. Yox, hələ gec deyil, hələ də gec deyil. Onların manipulyasiya texnologiyalarının nədən ibarət olunduğu başa salınmalıdır. Bunlar deyilməlidir. Amma hər iki tərəf radikallaşıb. İrandan gələnlər kərimə dövlət quraraq sələfilərin qanını halal buyurur. Sələflər arasında radikallar isə digər tərəfin qanını halal buyurur. Bu da çox təhlükəli məsələdir, hədsiz dərəcədə. Azərbaycanda bina-i qədimdən sünni və şiələr arasında qarşıdurma heç zaman olmayıb. Şəhərin bir tərəfində biri namaz qılıb, bu bir tərəfində birisi namaz qılıb. Bəli, Şamaxıda, Şirvanda, Gəncəbasarda, Nuxada toqquşmalar olub, 2-3 geri zəkalı əllərini xəncərə atıb bir-birlərini dəhrə ilə xəncərlə vurublar. Amma bu qarşıdurma deyil. Amma digər müsəlman ölkələrində bu təriqətlər arası qarşıdurma hədsiz dərəcədə güclüdür. Məsələn, Suriyanın özündə əhalinin əksəriyyəti sünni idi, hakimiyyəti uzun müddət Ələvilər idilər. Və Suriyada Bəşər Əsəd olan nifrətin səbəblərindən biri buydu. Eyni vəziyyət İraqda idi. Saddam Hüseyn gətirmişdi öz sünni qohumlarını, amma əhalinin əksəriyyəti şiə idi. Və buna görə bu məsələni də yenə deyirəm. Bir daha xəbərdar edirəm bizim qardaş bacılarımıza. Bütün bu qarşıdurmaların arxasında xarici kəşfiyyatlar, Qərbin kəşfiyyat strukturları durur. Onların agentləri, onların casusları Quran-ı Kərimi əzbər bilirlər. Onlar adət-ənənələri əzbər bilirlər və insanları, qardaşları, atanı oğula qarşı, oğulu atıya qarşı, ananı qızına qarşı saldırırlar və yalancı ideologiyaları ortaya atırlar. Və bununla da cəmiyyəti parçalamaq istəyirlər. Çünki vaxtilə 70-ci, 80-ci illərdə İslam dünyasında iki ölkə bir mayak idi. Dünyəviliklə, tolerantlıqla, multikulturalizmlə bir addımlayan və ruhaniliklə. Biri Türkiyə idi, biri Livan idi. Livan viranə qoyuldu. Livan bu dəqiqə adlı dövlət yoxdur. Livanda marionetkalar var. Biri baş nazirdir güya, biri prezidentdir, biri nazirdir. Hərəsi bir dindən, bir təriqətdən, bəli. Heç nə. Livan özü-özlüyündə Fransa tərəfindən xristiyan marionetlər üçün əlahiddə qurulmuş bir dövlətdir. Süni şəkildə. Levant ərazisində. Amma biz Azərbaycanda bunun qarşısını, dediyiniz təhlükə çox ciddidir. Bunun qarşısını almaq istəyiriksə, yol ancaq və ancaq maariflənmədən gedir.